testosteronun miqdarının azalması, müalicə olmazsa nə baş verəcəkdir? Kişi klimaksi deyə bir şey eşitmisiniz? Varmı belə bir şey? Yoxsa bu mifdir? Bu qismən mifdir. Amma arxasında real hormonal problem vardır. Gəlin isə dəqiq danışaq. Birincisi, niyə bu mifdir? Qadınlarda olduğu kimi menopauza kişilərdə olmur. Amma yaşla testosteron səviyyəsi tədricən azalır. Bu vəziyyət tibbdə hipogonadizm adlanır. İkincisi, əsas əlamətləri nədir? Libidonun, yəni cinsi istəyin azalması, erektil disfunksiya, həmçinin yorğunluq, enerji itkisi, əzələ kütləsinin azalması, hər şeyə olan həvəssizlik, iş qabiliyyətinin və motivasiyanın enməsi, əhval-ruhiyyənin düşməsi, qarnının piylənməsi, qarın ölçülərinin həddən artıq böyüməsi bu ilkin klinik əlamətlərdir. Niyə bu vacibdir? Bu sadəcə yaşlanma deyil. Testosteronun miqdarının azalması nəinki cinsi sferaya, həmçinin metabolik sindromun, tip 2 diabetin, sümük əriməsinin, hipertoniyanın, ürək-damar xəstəliklərinin yaranmasına səbəb olan bir şeydir. Və bu təkcə performansın artırılması üçün yox, sağlamlıq üçün və xronik xəstəliklərdən əziyyət çəkməmək üçün vacibdir. Bəs kimlər risk altındadır? Artıq çəkisi və insulin dirənci olan pasientlər, xronik stres və yuxu problemi yaşayanlar, 40+ yaşda olan kişilər, diabet və metabolik xəstəliyi olanlar. Müalicə olmazsa nə baş verəcəkdir? Birinci simptomlar daha da dərinləşəcəkdir. Metabolik risk artacaqdır və gələcəkdə xronik xəstəliklərdən əziyyət çəkmə ehtimalımız yüksələcəkdir. Həyat keyfiyyəti düşür, motivasiyanın enməsinə səbəb olacaqdır. Düzgün yanaşma necə olmalıdır? İlk olaraq endokrinoloq müayinəsinə keçməniz lazımdır. Uyğun olaraq testosteron, LH, prolaktin və digər hormonlar qiymətləndirilməlidir. Özbaşına bu arada testosteron istifadə etmək tövsiyə olunmur. Əvvəlcə səbəb tapılmalıdır, sonra müalicə olunmalıdır. Və nəticə odur ki, bu sadəcə yaşlanmaq demək deyil. Bu sizə orqanizminizin verdiyi bir hormonal siqnaldır. Sizə gələn, sizə düşən isə bu hormonal siqnalı anlamaq və düzgün həll etməkdir. Ona görə də əgər sizdə və yaxınlarınızda bu problem varsa, mütləq və mütləq endokrinoloji müayinədən keçməniz lazımdır. Bu videonun isə daha çox insana çatması üçün bəyənməyi və paylaşmağı unutmayın. Özünüzə yaxşı baxın.